Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayrun nasirin ve mu'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Bugünkü dərsimiz eylal qaydasının davamı haqqındadır. Keçən dərsimizdə biz 7 dənə qaydaya işarə etdik. Bu günləri inşallah yerdə qalan 3 qaydanı da siz dəyərli tələbələrin nəzərinə çatdırırıq. 8-ci qayda bundan ibarətdir. Vav və ya mütəhərrik maqəbli əgər məftuh fəthələnmiş olarsa əlifə qəlb olacaq. Misalla tətbiq edək. Baxın, qəvələ, qəvələ və yaxud bəyə. Qəvələ kəlməsində vav əynəl fiildir. Mütəhərrikdir, maqəbli də fəthədir. Bəs qəvələ gərək qalə olsun. 8-ci qaydaya əsasən. Qəvələ, vav mütəhərrik, maqəbli məftuh, qəlb olunacaq əlifə. Qəvələ olacaq qalə. Bu bir qaydadır. Həmçinin yey misalında bəyə, bəyə, yey hərfi illə mütəhərrik, maqəbli məftuh. Bəyə olacaq baə. Bəs qəvələ qalə olmalıdır. Bəyə də baə olmalıdır. Nə üçün? Çünki həm vav, həm də yey hərfi illə mütəhərrik, maqəbli də fəthədir. Bu surətdə əlifə qəlb olunmalıdır. Qəvələ qalə olur, bəyə də baə olur. 8-ci qaydada bir məsələyə diqqət edək. Ola bilsin vav və ya mütəhərrik olmasın, amma əslində mütəhərrik idi. Bəzi eylal qaydasına əsasən sukun gəlmişdir. Bu surətdə də biz onu əlifə qəlb etməliyik. Əgər yadınızda olsa, birinci qaydada biz demişdik ki, yəxvəfu, yəxvəfu. Birinci qaydaya əsasən vav hərfi illə mütəhərrik, maqəbli səhih və sakin, vavın hərəkəsi özündən qabağa verilməlidir. Olur yəxəvfu, yəxəvfu. Bu birinci qaydaya əsasən yəxəvfu oldu. Çünki vav mütəhərrik idi, maqəbli səhih və sakin idi. Hərəkəsi özündən qabağına müntəqil olmalıdır. Bu birinci qayda tətbiq olunandan sonra artıq burada vav sakindir. Vav sakin, maqəbli fəthə yenə də əlifə qəlb olmalıdır. Yəxafu. Mən o birinci qaydanı izah edəndə orada da işarə etdim. Birinci qaydaya əsasən yəxəvfu olur. Amma burada da 8-ci qayda tətbiq olunur. Düzdür, 8-ci qayda biz dedik ki, vav və ya mütəhərrik maqəbli fəthə əlifə qəlb olunur. Amma bu vav, yəxəvfu baxmayaraq ki, sakindir, amma əslində fəthəli idi. Ona görə yəxəvfu olacaq yəxafu. 8-ci qaydaya əsasən. Bəs 8-ci qaydada belə deyək. Deyək ki, vav və ya mütəhərrik maqəbli məftuh və həmçinin vav və ya ki, əslində mütəhərrik idi, eylal qaydasına əsasən sakin olub. Hər iki surətdə vav və ya əlifə qəlb olunmalıdır. İstəyir hal-hazırda sakin olsun, istəyir hal-hazırda mütəhərrik olsun. Biz onun əslinə baxacaq. Vav və ya əslində əgər mütəhərrik olarlarsa, bu surətdə əlifə qəlb olunmalıdır. Qəvələ, qalə kimi, bəyə, baə kimi. Həmçinin yəxəvfu olur yəxafu, yubyəu əslində yubyəu idi. Birinci qaydaya əsasən olur yubəyu, məchulu olur. Və 8-ci qaydaya əsasən olur yubau. Əlbəttə, burada bir nöqtəni də nəzərdə almaq lazımdır. 8-ci qayda o yerdədir ki, faəl feilində olmasın vav və ya. Məsələn, siz diqqət edin, yəvəddu kəlməsinə. Yəvəddu. Yəvədduda vav illə hərfidir. Özü də mütəhərrikdir, maqəbli də fəthədir. 8-ci qaydada görürsünüz, demişdik ki, vav, ya, mütəhərrik, maqəbli fəthə. Yəvəddu kəlməsində vəddə yəvəddu. Vav mütəhərrikdir, maqəbli fəthədir, amma burada əlifə qəlb olunmur. Niyə? Çünki fail feildə qərar tapıb.
Bu qayda, yəni 8-ci qayda həqiqətdə o surətdədir ki, vav və ya mütəhərrik olsun, ya eynəl feildə qərar tapsın, ya da laməl feildə. Amma fail feildə qərar taparsa, burada qayda tətbiq olunmayacaq. Yəvəddu kimi. Həmçinin təyəssəriyə diqqət edin. Əlbəttə təyəssəru sülasi mücərrəddən deyil, amma hər halda təyəssərə yey fəthəlidir, maqabildə yey mütəhərrik, maqabili fəthə əlifə qəlb olunmur. Pəs xülasə olaraq vav və ya 8-ci qaydaya əsasən əgər özləri mütəhərrik olub maqabili fəthəli olarlarsa, bu surətdə əlifə qəlb olunmalıdır. Qəvələ qalə olur, bəyə baə olur. Həmçinin əgər vav və yaxud ya hal-hazırda sakindir, amma əslində fəthəli idilər. Bu surətdə də əlifə qəlb olunacaq. Məsələn, yəxvəfu olur 1-ci qaydaya əsasən yəxəvfu. 8-ci qaydaya əsasən vav da qəlb olunur, əlif olur yəxafu. Və yaxud bəəyəbiyunun məchulu gəlir əslində yubyəu, yuf'alu vəznində. Yubyəu. 1-ci qaydaya əsasən yeyin fəthəsi müntəqil olur baya, olur yubəyu. 8-ci qaydaya əsasən yey qəlb olunur, əlifə olur yubau. Və işarə olundu ki, bu 8-ci qayda o surətdədir ki, vav və ya fail feildə olmasınlar. Yəvədduda bu qayda tətbiq olunmayacaq, çünki vav fail feildə qərar tapmışdır. 9-cu qayda çox rahat qaydadır. O da bundan ibarətdir ki, əlif əgər maqəbli zəmmə olarsa, əlif hərfi ki, illə hərflərindən biridir. Əgər maqəbli zəmməli olarsa, bu əlif vava qəlb olunmalıdır. Əgər maqəbli kəsrəli olarsa, yeyə qəlb olunmalıdır. Məsələn, müfailə babından buna biz misal vuraq. Qabələ, qabələ, yuqabilu müqabələtən. Qabələ feil mazidir, müfailə babından inşallah gələn dərslərdə oxuyacaq. Qabelənin feili məchul eləmək üçün gərək qafa zəmmə verək. Axırdan maqəblədə kəsrə verək. Qaf zəmməli olmalıdır. Axırdan maqəblədə badı gərək kəsrəli olsun. Bu surətdə olur qu, əlif, bilə. Burada ki, qaf ki zəmməli oldu, qafdan sonra olan əlif dərhal əvəz olmalıdır. Vava olmalıdır qu bilə. Qubilə yox, qubilə mücərrəddədir, sulasi mücərrəddə. Qubilə artıq müfailənin məchuludur. Təkrar edirəm. Əgər əlif maqəbli, əlifin maqəbli zəmməli olarsa, əlif vava təbdil olmalıdır, əvəz olmalıdır. Əgər maqəbli kəsrə olarsa əlifin, bu surətdə yeyə qəlb olmalıdır. Məsələn, qabələnin məchulu məchul etmək üçün qafa zəmmə veririk. Axırdan maqəbl ki, ba hərfidir, kəsrə veririk. Qafa zəmmə verdikdən sonra əslən zəmmə ilə əlif, ondan sonra əlif oxunmur. Zəmmə verdikdən sonra qafa, əlifin özündən qabaqki hərf ki, qafdır. Zəmməli olduğu üçün dərhal əlif qəlb olunmalıdır. Vava olmalıdır qubilə. Bu vava misal. Pəs əlif maqəbli zəmməli olarsa, o əlif qəlb olunur vava. Həmçinin əgər əlifin özündən qabaqki hərf kəsrəli olarsa, bu surətdə əlif yeyə qəlb olunacaq. Məsələn, misbah kəlməsinə diqqət edin. Misbah. Misbah kəlməsi isimdir. Bizim əslində bəhsimiz feillərdədir. Feillərdə olan eylal qaydasındadır. Amma zimnində buna da işarə eləyir. Ümumi qaydadır. İsimdə də buna işarə olunacaq. Misbahın, misbah kəlməsinin musəğğəri əslində musaybah olmalıdır. Musaybah. Misbah olur musaybah. Amma burada diqqət eləsi əlifdən qabaq bey hərfinin kəsrəsi olduğu üçün, əlifdən qabaq bey hərfinin kəsrəli olduğu üçün burada biz əlifi gərək əvəz eləyək yaya, deyək ki, musaybihun. Musaybihun. Bilirsiniz ki, ərəb dilində ismi müsəğğər eləmək üçün əvvəlinə zəmmə gətirirsiniz,
Axırına da yey verirsiniz maqabil fəthə. Məsələn, rəcul olur rucayl. Misbah olur məsələn musaybah. Amma musayba, musaybi, musaybi, Burada əlifdən qabaq ba hərfi kəsrəli olduğu üçün olur musaybih olur, musaybih. Bu asandır. Yəni 10-cu, 9-cu qayda çox asandır. O da budur ki, əlifdən əvvəlki hərf zəmməli olarsa, əlifi qəlb eləməliyik vava. Qabələ, qubilə. Əgər əlifdən qabaq kəsrəli olarsa, o əlif yə əvəz olunmalıdır. Olur məsələn musaybiah olur musaybih. 10-cu qayda ki, çox asandır. O da bundandır ki, əgər iltiqay sakin olarsa bir kəlmədə, iltiqay sakinin, yəni 2 dənə sakin bir-birinin kənarında olarsa, bu surətdə illə hərfi düşməlidir. Hərfi illə iltiqay sakinin bir termindir. İltiqay sakinin nəticəsində hərfi illə artıq qəlb olunmur, bəlkə həsf olur. Məsələn, quvul olur qul əmr formasında. Əslində biz tutmuşduq təquludan, teyi atandan sonra həmzəyə gətirmək ehtiyac olmadı. Çünki qaf hərfi hərəkəlidir. Axırına ki sükun gəldi, olur qul. Amma burada vav da sakin, lam da sakin. Burada vav düşməlidir, olur qul. Həmçinin ba əyyəbiyunun əmrində təbiudan tuturuq. Teyi atandan sonra ba hərəkəli olduğuna görə həmzəni gətirməyə ehtiyac duyulmur. Olur bi, əyin da, əyin də sakin, yey də sakin. Burada artıq yey düşməlidir. Olur bi. Və yaxud xafə, təxafu kəlməsində, təxafuda teyi atandan sonra yenə burada xaf mütəhərrik olduğu üçün əlif gətirməyə ehtiyac yoxdur. Axırına sakin verəndən sonra xaf olur, xaf. Həmzə də sakin, fa da sakin. Burada əlif düşməlidir, olur xəf. 10-cu qaydanın xülasəsi budur ki, illə hərfi, istəyir vav olsun, istəyir yey olsun, istəyir əlif olsun. Əgər bir dənə başqa bir sakinlə iltiqay sakinin olarsa, 2 dənə sakinin nəticəsində illə hərfi düşməlidir. Əlhamdülillah, eylal qaydası tamam oldu. Amma artıq biz bir-bir gərək bəhs eləyək. Deyirdik ki, kəlmənin əsli hərflərindən biri əgər illə hərfi olarsa, buna biz mötəl deyəcəyik. Əgər bu illə hərfi faəl fiildə olsa, buna mötəllül fa və yaxud misal deyilir. Bugünkü bəhsimiz misal barəsindədir. Misal özü 2 növdür. Misal-i vavi və yaxud da misal-i yai. Misal-i vavi, yəni o surətdədir ki, faəl fiilində illə hərfi vav olsun. Vəədə kimi. Vəədə, vəsəə, vəqəə və çoxlu misallar vurmaq olar. Vətəə, vəzərə. Bunlar hamısı faəl fiilində vav olduğu üçün bunların hamısına misal deyilir. Pəs misal 2 qismdir, 2 növdür. Misal-i vavi, yəni faəl fiilində vav olsun. Vəədə kimi, vəzəə kimi, vəsiə kimi, ilə axır. Misal-i yai. Misal-i yaidə o surətdə deyilir ki, faəl fiilində ya hərfi olsun. Buna da adətən yəsərəni misal vururlar, yəsərə. Misal-i vavidə biz diqqət eləyək. Misal-i vavidə ilal qaydalarından ancaq və ancaq ikisi tətbiq olunur. Misal-i vavi sülasi mücərrəddə 2 dənə xüsusi qaydaları vardır. Yəni, misalı biz istəyir, məsələn, vəədə, yəv'idu, vaidun, məv'udun, əmr hazırında id və bu kimi. Demək olar ki, ilal qaydalarından bütün siğələrin hamısında 2 dənə qayda, xüsusi qayda tətbiq olunur. O 2 dənə xüsusi qaydanı gərək bu dərsdə biz öyrənək. Birinci qayda onun məstərindədir. Əgər misal-i vavi məstəri fi'lun vəznində gələrsə, fi'lun, məsələn, vəədə yəiddən vəədun, viidun məsələn, vəznində gələrsə, adətən faəl fiilin vavı hərəkəsi, faəl fiilin hərəkəsi özündən sonrakına veriləndən sonra
vav düşür və təkrar edirəm bu qaydanı. Birinci qayda misali vavidə sülasi mücərrədin 2 dənə xüsusi qaydası var. Bir səhv etdim, onu təkrar edirəm. Deməli, bir qayda sülasi mücərrəddə, misali vavidə bir qayda onun məstərində baş verəcək. O da bundan ibarətdir ki, əgər onun məstəri sülasi mücərrədin, misali vavisi əgər feilun vəznində olarsa, qalibən belədir ki, faəl feilinin vavı düşəcək. Məsələn, diqqət edək vəədə yəidu kəlməsinə. Vəədə yəidunun məstəri idətun gəlir. İdətun. Əslində vəədun və yaxud da viədun gəlməlidir. Viədun gəlməlidir. Amma bu dənə sülasi mücərrəddə, misali vavidə bu qaydadır ki, vav düşməlidir. Əlbəttə vaın kəsrəsi verilməlidir özündən sonraki hərfə. Məsələn, əyinə verilməlidir. Bu vav düşdükdən sonra o düşən vavın yerinə bir dənə tai mərbuta getirirlər, olur idətun. Bəs idətun həqiqətdə vəədə kəlməsinin məstəridir. Vəədə kəlməsinin məstəridir. Lakin xüsusi qayda əsasında vav düşüb, onun axırına tai, nöqtəli tai getirirlər, tai mərbuta deyirlər. Başqa bir misal vuraq. Əlbəttə, qaidə olaraq, qiyasi olaraq o surətdə bu deyilir ki, fi'lun vəznində olsun. Fi'lun vəznində, yəni vəədənin məstəri əgər vi'dun gələrsə, bu surətdə vavun kəsrəli verilir özündən sonraki hərfə əyinə, vav düşür, axırına da bir dənə tey getirirlər, olur idətun. Amma qalibən belədir, yəni çox vaxt belədir. Bəzən də görürsən, heç fəalun vəznində olanda da yenə vav düşür, yerinə tey gətirilir. Məsələn, fəalun vəznində həmin vəsəə kəlməsinə diqqət edin. Vəsəə kəlməsində məstəri vəs'undur. Bunun da məstəri səətun gəlir. Vav hərəkəsinin özündən sonraki hərfə verdikdən sonra vav düşür, axırına tey gətirilir, olur səətun. Səətun. Əslində səətun vəsəə kəlməsinin məstəridir sülasi mücərrəddə. Həmçinin vəz'un kəlməsinə vəz'un. Vəz'unda da vav illə hərfidir. Misalın vavidə məstərdir. Vav öz hərəkəsini özündən sonraki hərfə verdikdən sonra düşür, axırında da bir tey gəlir, olur zəətun. Zəətun. Yenə təkrar edirəm. Bu qayda məsulasi mücərrəddə misali vavinin məstərindən vavın düşməsi və axırına bir teyin gəlməsi qaidə olaraq, qiyasi olaraq fi'lun vəzninə aiddir. Yəni, əgər məstəri fi'lun vəznində olarsa, vi'dun, vis'un, məsələn, vid'un, əgər bu formada olarlarsa, bu qiyasidir. Amma bəzən nadir hallarda fə'lun vəznində də gəlir. Vəədə məstəri vi'dundur, ona görə bu qiyasidir. Vav düşür, əlbəttə vavın hərəkəsin özündən sonraki hərfə verəndən sonra axırına tey gəlir, vi'dun olur idətun. Vəs'un olur səətun, vəz'un olur zəətun. Artıq fə'lun vəzninin sülasi mücərrəddə misali vavidə vavın düşməsi, teyin onun axırına gəlməsi simaidir, yəni qiyasi deyil. Qiyasi ancaq fi'lun vəznindədir. Bu birinci qayda ki, məstərə, yəni misali vavinin sülasi mücərrədinə aid olan birinci xüsusi qayda onun məstərinə aiddir. Məstərində əgər fi'lun vəznində olarsa, illə hərfi öz hərəkəsini özündən sonraki hərfə verir və axırına bir tey gəlir. Vi'dun məstərdir, amma bu vi'dun olur idətun. Vəs'un məstərdir, amma vav hərəkəsini verir sinə, düşür, axırına ta gəlir, olur səətun. Vəz'un olur zəətun və bu kimi. Amma misali vavinin muzarisinə də bir qayda zikr olunub. Əgər misali vavinin muzarisi yəf'ilu vəznində olarsa, diqqət edək, əgər
misal-ı vavidə sülasi mücərrəd yəf'ilu vəznində olarsa, təbii ki, bu muzari məlumdan söhbət gedir. Muzari məsul yəf'ilu vəznində ola bilməz. Muzari məsul yuf'alu vəznindədir. Bizim bəhsimiz muzari məlum ki, 3 cürə gələ bilər, 3 formada gələ bilər. Muzari məlum yəf'alu vəznində də gələ bilər, yəf'ilu vəznində də gələ bilər, yəf'ulu vəznində gələ bilər. Bəhs burada yəf'ilu vəznindədir. Əyin kəsrəli. Yəf'ilu vəznində gələrsə, misali vavi, bu surətdə vav hərfi düşməlidir. Məsələn, vəədənin məçulu nədir? Vəədənin müzarisi nədir? Vəədənin müzarisi yəv'idudur. Yəv'idu gəldiyi üçün burada vav düşməlidir, olur yəidu. Yəidu kimi də hallanmalıdır. Yəidu, yəidanı, yəidunə, təidu, təidanı, yəidnə, təidu, təidanı, təidunə, təidinə, təidanı, təidnə, əidu, nəidu. Əmr də bu formada, əmr müğayibdə. Liyəid, liyəida, liyəidu, litəid, litəida, liyəidnə. Əmrin müxatəbində artıq təidudan tutacaq. Teyi atandan sonra görür əyin hərəkəlidir, axırına sakin verir, olur id. Bəs id əmri hazırdır. Nədən tutduq? Təidudan. Teyi atdıq, gördük ki, əyn əlfiili hərəkəlidir. Həmzəni gətirməyə ehtiyac olmadı, axırına sakin verdik, oldu id. İd, ida, idu, idi, ida, idnə. Mütəkəllim vəhdəsi oldu liəid, məli qeyri oldu linnəid. Nəhyi də belədir. La yəid, la yəidani, la yəidu, la yəid, la yəida, la yəidu, la təid, la təida, la yəidnə, la təid, la təida, la təidu, la təidi, la təidə, la təidnə, la əid, la nəid. Heç bir fərqi yoxdur. Ümumiyyətlə, misal-ı vavinin müxtəlif siğələrini siz nəzərə tuturun. Mazisində heç bir ehlal qaydası olmur. Vəədə, vəəda, vəəda, vəədə, vəəda, vəədu, vəədət, vəədə, vəədinə ilə axır. Heç bir fərqi yoxdur. Ehlal qaydasından söhbət edə bilməz misal-ı vavidə. Mazinin məchulunda da həmçinin. Bu idə, bu idə, bu idə, bu idə, bu idə, bu idinə. Heç bir ehlal qaydası tətbiq olunmur misal-ı vavidin mazisində. Muzarisinə diqqət eləyək. Muzarisində bir dənə ehlal qaydası var. Əgər o da yəf'ilu vəznində olarsa, yəf'ilu vəznində bir dənə qayda var. O da budur ki, yəf'ilu vəznində olanda vav düşməlidir. Yəv'idu olur yəidu. Yəidu, yəidan, yəidunə, təidu, təidan, yəidinə. Məchuluna diqqət edin. Məchulunda artıq vav qayıtmalıdır. Məchulunda vav qayıtmalıdır. Məchulun olur yuvədu, yuvədanı, yuvədunə, tuvədu, tuvədanı, yuvədinə. Amma burada diqqət edin. Yuvəduda vav sakindir, maqəbli zəmməlidir. Burada artıq yuvədu demirlər, o deyirlər yuədu. Vavın sakini aradan gedir, olur yuədu, yuədanı. Və digər ismi failində də heç bir ehlal qaydası olmur. Vaidun, vaidanı, vaidunə, vaidətun, vaidətanı, vaidatun. İsmi məf'ulunda da heç bir qayda ehlal qaydası olmur. Olur məv'udun, məv'udanı, məv'udunə, məv'udətun, məv'udətanı, məv'udatun. Bu misal-ı vavinin bəhsi əlhamdülillah tamam oldu. Əlbəttə başqa misallarda siz bunlara zikr edə bilərsiniz. Əgər sualınız olsa inşallah ünvanlayarsınız. Həqiqətdə bugünkü dərsimizdə bu 3 dənə 8-ci, 9-cu, 10-cu qaydaları zikr etdikdən sonra ümumiyyətlə mötəlin nə olmağın siz zikr edin, mötəl nəyə deyilir və mötəlin neçə qismi var? Bu kəlimələrdə olan, bu kəlmələr ki, mən zikr edirəm, hibətun, səətun, cidətun, miqətun, diyətun, bunlar hamısı məstərdir. Bunların əslində məstəri nə idi, onu tapın. Mən işarə ilə, məsələn, hibə əslində vəhəbədəndir. Səətun əslində vəsəədəndir. Cidətun əslində vəcədədəndir. Bunları məstərin fiilun vəznində idi, yaxud da fəalun vəznində idi, onu siz tapın. Muzari məlum yəidu, bunu hallandırın. Muzari məchul yəsilu, yəsilu da əslində vəsələ yəsiludandır. Əmr məlum yəhəbu, nədir? Məsələn, liyəhəbdir. Əmr məsul yəzə olacaq liyuzə. Bunları siz hallandırın. Əgər sualınız olsa buyurub yaza bilərsiniz. Və sallallahu alə seyyidina və nəbiyyina Muhammed və alihi tahirin.